1880 illiyi kimi, həm də böyük nəhəng söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi kimi tarixə düşmüşdür. Ölkəmizin hər yerində, müxtəlif idarələrdə, təşkilatlarda bu tədbirlər silsilə şəklində davam etmişdir. Aşıqlar Birliyində də Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi təntənəli şəkildə ardıcıl olaraq keçirilir və biz də ölkəmiz daxilində Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunmasında öz töhfəmizi vermək istəyirik. Aşıq Ələsgər elə bir nəhəng söz ustadı ki, hardan başlamaq, hardan qurtarmağın adamın özü də çaşır və nə cür giriş etmək və nə cür son verməkdə belə qərarına bilmirsən. Aşıq Ələsgər böyük bir ədəbi şəxsiyyətdir. Aşıq Ələsgər nəhəng bir söz ustadıdır. Aşıq Ələsgər aşıq deyil. Aşıq Ələsgər sadəcə məclislərdə saz çalıb oxuduğuna görə, məclislər yola saldığına görə, müəyyən səfərlərdə sazdan istifadə etdiyinə görə aşıq deyirlər. Yəni aşıqlıq onun peşəsidir, amma onun sənəti şairlik olmuşdur. Aşıq Ələsgər şair olmuşdur. Amma Aşıq Ələsgər elə şair olmuşdur ki, nə qələmdən, nə kağızdan, nə mürəkkəbdən, nə yazı masasından istifadə etməmişdir. Aşıq Ələsgərin dediklərinin hamısı bədahətən deyilmişdir, sinədən deyilmişdir, qəlbdən gəlmişdir və bədahətən deyilənlərdir. Təsəvvür eləyək ki, 105 il ömür sürən belə bir nəhəng söz ustadının əlimizə çox az sayda şeirləri gəlib satmışdı. O məclislərdə deyilən şeirlər onun şagirdlərinin, yəni şagirdlərinin yaddaşına hopanlar ki, sorular yazıya alınmışdı. Görün, indi nə qədər Aşıq Ələsgərin belə bu sayda, bundan da 10 qat artıq sayda şeirləri olmuşdur ki, onlar itib batmışdı və bizim bugünkü günümüzə gəlib satmamışdı. Aşıq Ələsgər ocağının özündən elə 20-yə qədər şair çıxmışdı. Aşıq Ələsgər yeganə şəxsiyyətdir ki, aşıq şeirinin 16 janrında şeir qələm almışdı. Qələm almışdı, də bədahətən demişdi. Aşıq Ələsgər vergili bir şəxsiyyət idi. Aşıq Ələsgər vergili bir sənətkar idi və mən deyərdim ki, klassik ədəbiyyatda Aşıq Ələsgəri yalnız və yalnız Məhəmməd Füzuli ilə müqayisə eləmək olar. Necə ki, Azərbaycan ədəbiyyatında işlənən 11 bəhrdə əruz vəzninin 11 bəhrindən yalnız Məhəmməd Füzuli istifadə etmişdi. Aşıq janrında da 16 janrdan yalnız Aşıq Ələsgər istifadə etmişdi. Aşıq Ələsgərin dodaq dəyməz şeirindən çətin növləri, dil dönməz, divani, cıralı təznis, qara təznis, ayaqlı təznis, müstəzat təznisyanı, müstəzat qoşma kimi onlarla dediyim kimi 16-dan artıq şeir növü meydana gəlmişdir ki, bunların hər birinə vaxt ayırmaq üçün gərək biz onda saatlarla burada oturaq. Bunların hər birini təhlil etmək və təhlilə cəlb etmək böyük istedad, böyük filoloji bilik təhlil edir.